Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Tovuz rayonunda hüzür yerinə gedən kişi vəfat edib. Aşağı Quşçu kənd sakini 1969-cu il təvəllüdlü İlqar Məmmədov dostunun yas yerində vəziyyəti ağırlaşıb və orada vəfat edib. Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub. Faktla bağlı Tovuz rayon prokurorluğunda araşdırma aparılır. Hansı aparıcı maraqlıdırsa onu haqqında danışırlar. Amma neçə kanal və veriliş var ki, haqqında danışmırlar. Bizim veriliş haqqında hər dəfə nəsə yazılır. Sağ olun, iradlarımızla gündəmdəyik. Xəbər verilir ki, bu sözləri aparıcı Leyla Mustafayeva İncə Səhər verilişində deyib. Aparıcı ənənə boğçası verilişini tənqid edənlərə cavab verib. Şikayət etmirəm, amma çəkilişlər bizi yorur. Tamaşaçı kamera arxasına bilinmir. Hansı rayona gedirlərsə, qaydanda Bakıda bir həftə dincəlirlər ki, yoruldu. Bizim isə belə şansımız olmur. Deyirlər, bəxtəvərlər yeyib içirlər, gəlsinlər. Biz yorucu tərəfləri göstərmirik. Əlimizdən gələni edib, ən yaxşı insanı, tərəfli rayonu göstəririk. Əgər bir aparıcı irad bildirilmirsə, deməli yaxşı deyil.